Azərbaycan dünyanın ən qədim və təkrarsız abidələr diyarıdır. Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan Sarayı hər bir qonağın təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil edilmiş bu sarayın özünə məxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də 18-ci, 19-cu əsrlərə məxsus divar rəsmliyi nümunələri öz əksini tapıb. Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikilməsi haqqında dəqiq elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən saray Azərbaycanda ilk müstəqil xanlıq əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xanın dövründə tikilmişdir. Şəki Xan Sarayı 2 mərtəbəli binadır. Binanın bir cərgədə yerləşən 3 hissəsi bir-birindən dəhlizə ayrılır. Mərtəbələrin quruluşu eynidir. Binanın fasadındakı şəbəkə, pəncərə, qapılardır. Dünyada analoqu olmayan bu şəbəkələr çox xırda, həndəsi fiqurlardan ibarətdir. Şəbəkənin yaradan ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr yeridilmişdir. Rəngli şüşələrdən düşən işıq divarlarda və döşəmədə əks olunaraq əlvan şəbəkə kölgələri yaradır. Ən maraqlısı isə odur ki, şəbəkələrin hazırlanmasında və binanın tikilisində nə yapışqandan, nə də mismardan istifadə edilib. Zövqlə işlənmiş taxçalar, güzgülər, buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin 7 gözəl, Leyli və Məcnun poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Şəki Xan Sarayının memarı Şirazlı Zeynal Abidin olmuşdur. Bugün Şəki Xan Sarayı öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistlərin ən çox üz tutduğu məkanlardandır. Sarayın qarşısında əkilmiş 100 illik xan çınarlar isə sanki tarixin səhifələrindən söz açır, gələnləri 18-ci əsrə dəvət edir.